Herkese salam, mən Elvin, kanalıma xoş gəldiniz. Bugün sizlərə coğrafya 30-30 yazmaq, buraxılış imtahanına, blok imtahanına məsləhət olan videolarımın altına gələn yorumlarının cavablarını sizə verəcəm. Hansı ki bu suallar mənə çox verilir. Hətta Instagramda falan da yazıb eləyənlər var. Instagramda aşağıya qoyacağam, istəyənlər takip edə bilər. Əvvəlcə istəyirəm ümumi məlumat verim ikinci qrup barədə. İkinci qrupda bildiyimiz kimi əsas fənlər coğrafiya ilə riyaziyyatdır. Çünki riyaziyyat 250 bal verir, coğrafiya isə 150 bal verir. İkinci qrupun fənlərdə coğrafiya, riyaziyyat, tarix, buraxılışdakı bir Azərbaycan riyaziyyat, ingilis dili, indi o dəyişə bilər də, rus dili falan hazırlaşanlar varsa o cür. Riyaziyyat çox önəmlidir ikinci qrupda. 700 balımızdan 250 balımızı riyaziyyat verir bizim. Yəni riyaziyyatı bilməyib də 450 bal yazmaq olur. Riyaziyyatı bilib təkcə gedib 250 bal, plus üzərinə tarixdən 50 bal, coğrafiyadan 50 bal yazanda daha çox balın olur əslində sənin. Ona görə riyaziyyatı bilmək vacibdir. Bəzi insanlar var ki, ikinci qrupda keçid balı asandır deyə verir. Yəni riyaziyyatı heç gözə almırlar. Yəni deyirlər ki, riyaziyyat var, eybi yoxdur. Əsas odur keçid balı aşağıdır, 150 baldır. Amma riyaziyyat bilməndə keçə bilmirsən keçid balında. Keçənlər var, amma yenə də nəyə görə yaxşı ixtisasa düşməyəsiniz ki, keçid balına gözünüzü tikəsiniz 150 bala falan. Yəni bu lazımsız bir şeydir. Gedib pullu oxuyasınız, elə olsun. Məsələn, keçək suallara. Birinci sualımızda bizə verdilər ki, deyir ki, coğrafiya 23-25 dənə düz neçə bal verir? Coğrafiya 23-25 dənə düz, əgər situasiya içində daxildirsə, 23 dənə düz, deməli, bir sualımız adi, bir sualımız bizim 1,5 baldır. Situasiyamız 27 baldır. 23 düzdürsə, situasiya 27 bal verir, 3 elə gedir. 20-ni də vuruq 1,5-ə. Bu cür hesablayırıq, təxmini 120 falan bu aralıqda bal gəlir. Yəni 125 ilə 110 bal arasında bal yığmaq olar. Yox, situasiyanı yazmayıbsansa, onda balın biraz aşağı düşəcək. Situasiyanı yazmadığına görə 27 bal, 3 dənə sual 27 bal verir. Yəni situasiya çox rahat bir şeydir. Sadəcə oxuyursan, üzünə yazsan. Yəni özümü tərifləmək kimi olmasın. İkinci şans imtahan verəndə bizə hələ sual kitabçalarını paylamışlar, amma aç deməmişdilər. Cavab yazacağımız kitabçanı isə açmağa icazə verirdilər. Cavab kitabçasını açdım, heç nə arxasına baxdım ki, situasiyanın orada bəzi başlıq yerində sualları qoyubdular. Orada nə bilim yazmışdı ki, bu ən böyük qıtada yerləşir, harda yerləşir falan, Behman belə yerləşir. Yəni çox böyük açarlar vermişdilər, söz açarları. Onunla mən heç, yəni situasiyanı oxumadım, elə heç kitabçanı açmamış, sual kitabçası açmamış. Elə cavabların hamısını birdən yazdım. Çünki az ikinci şans idi. Birinci şansdan balımı yazmışdım. Yəni rahat idim. Dedim, nə olacaq ki, elə yazdım da maraq üçün. Hə, yazdım, hamısı da düz çıxdı situasiyanın. Hamısı yox. Əslində bir dənə orada qərb yerinə şərq yazmışım. Bir dənə o mənə yarı bal verdi coğrafiyada situasiya. Heç o bir sualımıza. Riyaziyyat müəllimimiz kim olubdu? Mən 3 dənə riyaziyyat müəllimi dəyişmişəm. 9-da bir müəllim dəyişmişəm. 10-da, 11-də də bir müəllim dəyişmişəm. Yəni bunun səbəbi nədir? 9-cu sinifdəki müəllimi elə çox bəyənmədim. Mən daha doğrusu ondan tuzdura bilmədim də, başa düşəmədim ki, bunu başa sala bilmir, yoxsa mən mi bunun dilini başa düşə bilmirəm, ona görə çıxdım. 9-da buna getdim, çıxdım. 10-cu sinifdə başqa bir müəllimə getdim. Oğlan müəllim idi və çox qəşəng həqiqətən başa salırdı riyaziyyatı mənə. Yəni riyaziyyatda irəliləməmin səbəbi odur. 9-da mən 32 bal yazmışdım, 33 bal yazmışdım. Yəni bu cür yazmışdım. Amma 10-cu sinifdə sınaqlara gedəndə fikir verdim ki, balım qalxıbdı 65, 70, nə bilim 50 falan da yazırdım. Amma qalxmışdı, yəni 30-dan 50-yə, 30-dan 65-ə qalxmağın özü çox böyük bir şeydir. Bu cür davam elədi və o müəllimin davamlı olaraq getdim yanına. Daha sonra elə alındı ki, gördüm ki, mən məsəl üçün buna gedəndə mən şəhərdə idi də həmin bu hazırlıq riyaziyyat məndə. Geri qaydanda başqa hazırlığa gedəndə gecikirdim artıq mən. Mən fərdi hazırlaşırdım, ona görə gecikirdim. Yəni kursa falan getmirdim. Hamısı bir yerdə deyildi. Hərəsi bir tərəfə səpələnmişdi hazırlıqlar. Ona görə məcbur qaldım, ondan da çıxdım. Yəni amma çox yaxşı müəllim idi həqiqətən. Daha sonra başqa bir müəllim tapdım və o müəllimlə də axıra qədər getdim. Və o müəllim də mənə çox yaxşı təsir elədi şəxsən. Yəni hazırlıq mühiti falan çox əla idi. Daha sonra o müəllimin danışığı mənə çox səlis şəkildə başa düşə bilirdim. Ona görə müəllimlə də davam elədim və 30-dan, 33-dən falan qaldırdım 65-ə. 65-dən qaldırdım 87-yə, 90-a. Bu cür bal qaldırdım. Və getdim şükürlərdə ki, buraxılış imtahanından 100 baldan 87 bal yazdım. Yəni bu böyük bir nailiyyətdir ki, 30-dan qaldırmaq 87-yə yəni. Sonra blok imtahanında isə riyaziyyatdan 100 bal yazmışdım. Sonra keçək o bir suala. Deyir ki, ikinci qrupda az və ümumi tarixlər neçə düşür arasından? Aha. Deməli, ikinci qrupun az tarixindən və ümumi tarixdən dəqiq demək olmaz neçə sual düşür. Amma onu deyə bilərəm ki, ikinci qrupda situasiya az tarixindən düşür. Yəni, ümumi tarixdən situasiya düşmür ikinci qruplara. Sonra deyir, 9-da riyaziyyatdan 33 bal yazmışam. İkinci qrupam. Dərs sahına baxıram, anlayıram, amma misallarda əziyyət çəkirəm. Aha, əziyyət çəkirsən, eyb yoxdur. Biraz baxsan öyrəşəsən həqiqətən. Deməli, mən də 9-dan dediyim kimi 32-33 bal yazmışdım, amma 11-dən 87 bal yazdım. Deməli, əziyyət çəkirsən misallara baxanda. Baxanda da doğrusu rahatdır, amma yazanda əziyyət çəkirsən. Buna nə tər eləmək olar? Onlar yazanda, heç nə, bir dəfə otur bax.
Yəni davamlı olaraq da məsəl üçün deyək ki, evdə müəllim tapşırıq verib sənə, yazırsan amma yaza bilmirsən. Yəni başa düşürsən, izahı gedişatı bilirsən, misalın şərtini qoyubdur ki, amma sən hardasa çaşırsan və yaza bilmirsən. Bu da sənin həvəsin düşməyinə səbəb olur. Mən belə edirdim. Açırsan YouTube-u qoyursan qabağına, amma köçürmə şərti ilə. YouTube-da 2 saatlıq video var. Açırsan 2 saatın hamısına baxırsan. Ya qabağa çəkirsən, nə arxaya çəkirsən, nə 2x-a qoyursan videonu. Ancaq sadə videoya baxaraq gedirsən. Yəni bu cür olacaq. Yəni başqa cür səndə irəliləyiş ola bilməz. Daha sonra deyir ki, banım yoxsa unique, maliyyə ingilis dili, foundation-a görə deyirəm. Foundation nədir? Əvvəlcə onu deyim. Foundation odur ki, siz universitetə girəndə 1 il sizi əlavə olaraq hazırlayırlar. Hələ universitetdə demək olar ki, buraxmırlar sizi. 4 il universitetdə oxumusunuz. 1 il əlavə olaraq hazırlar. Riyaziyyatdan, nə bilim, məntiqdən, ingilis dilindən. Daha sonra 1 il hazırlaşırsınız, foundation imtahanından keçirsiniz. Ondan sonra yəni keçirsiniz deyə yəni öz istəyinizlə dostlar. Amma mən bilən keçmək lazımdır. Çünki bir tanışım var idi, deyir ki, keçməsən bir də hazırlaşırsan foundation, keçməsən bir də hazırlaşırsan. Yəni keçənə qədər hazırlaşırsan. Bu da yəni asan olur, çətin olmur elə çox deyilənə görə. Foundation imtahanına keçirsən 1 ildən sonra gedib universitetdə artıq buraxılırsan. Yəni 4 ilin başlamış olur. Yəni elə adamlar var ki, məsəl üçün belə deyim də elə bəlkə 11 il təhsil alsan, 1 il foundation alsan həmin banım tərəfindən, daha sonra da şey eləyirsən, universitetə buraxsan, 4 il universitet, 16 il oxusan, yəni biraz əziyyətdir. Nə bilim, istəyənlər oxuya bilər foundationu. Yəni yaxşı bir şeydir. Nəyə görə? Məsəl üçün universitet vaxtı ingilis dilini bizə başa salırlar və tez imtahana buraxırlar, amma foundation elə deyil. İngilis dilini başa salırlar, testini falan işlədirlər. Keçə bilmədin bir də foundationa qalsan. Keçə bilmədin bir də foundationa qalsan. Amma bir dəfə universitetə girdin deyək ki, ingilis dilini başa saldılar, daha sonra imtahan verdin və imtahan keçəmədin, kəsilsən. Amma foundation elə deyil, kəsilmirsən. Səni başa salana qədər bir də saxlayırlar sinifdə, bir də saxlayırlar. Yəni keçənə qədər əziyyət çəkirsən də sən. Daha sonra 9-cu sinifəmdir, blok fənlərindən hazırlaşsam necə olar? 9-cu sinifsən blok fənlərindən hazırlaşsan məncə əla olar, amma buraxılış fənni çox yaxşı bilirsənsə, yox çox yaxşı bilmirsənsə buraxılış fənni, imtahandan gedib 150 yazsansa, 170 yazsansa, yəni onda hazırlaşma 2-ci qrup blok fənlərinə ya da başqa bir blok fənlərinə. Çünki sən balını bacardığın qədər qaldır ki, buraxılışda 10-cu sinifdə sən ancaq bloka yönlənəsən. Yəni buraxılışın başını buraxsan, o səndən itməyəcək. Başa düşürsən? Məsələn 250 bal deyək ki, yazdın da 9-cu sinifdə buraxılışda. 10-cu sinifə keçdin, sən artıq 250 bal yaza bilirsən də, potensialın var. Sən artıq blok fənlərinə yönlənsən, buraxılışa elə çox üstünlük vermirsən. Və sən 11-ci sinifdə buraxılış vaxtında gedib əgər çalışmayıbsansa heç, sən onda 200 yazasan. Yox, çalışıbsansa azdan çoxdan, onda hə, balını qaldırarsan, olduğun qədər bal yazarsan. Yəni bu çox rahat bir şeydir. Ona görə 9-cu sinifdən deyirəm ki, əgər buraxılış balınız 250, 200 plus deyilsə, onda hazırlaşmayın yanının blok fənlərinə. Çünki buraxılışa üstünlük verməlisiniz. Həm də bir müddətdən sonra adam həvəsdən ölür. Yəni məsəl üçün 2-ci qrupda tarixi nə qədər oxumaq olar? Biz 11-ci sinifdə tarixi düz 7-8 dəfə təkrar elədik. Bütün kitabı başlayana adam yorulur. Yəni əgər hövsələ adamsansa, 250 plus bal yazıbsansa buraxılışlar, onda işə get hazırlaş blok fənlərinə. Bir ikinci qrupam 9-dan 268 bal yazmışam. 11-dən nə qədər ola bilər? Əgər çalışsan, davamlı olsan, 300 bal da yaza bilərsən. Mən 9-dan, yəni oxumurdum mən həqiqətən 9-da. 128 tam onda neçəsə bal yazmışdım. 11-ci sinifdə qaldırmışdım, yəni 50-60 bal qaldırmışdım. 176 tam onda 1 bal falan yazmışdım. Yəni belə. Yəni qaldıra bilərsən 268 bal, yəni çox super baldır həqiqətən. Qırmızı özə diploma falan, qırmızı diplom demir, qırmızı attestata falan düşübsən. Yəni qaldıra bilərsən falan, yəni şansın var. Daha sonra riyaziyyatı yaxşı bilməsəm, coğrafiyanı yaxşı bilməyəcəm. Bu düzdürmü? Bu səhvdir. Çünki coğrafiyada həm humanitar fəndir, da elə deməyim qoy, həm yazılı fəndir coğrafiya, həm də şifahi fəndir. Məsələn, tarix təkcə şifahi fəndir. Şifahi dediyin yəni əzbərləməlisən. Coğrafiyada həm əzbərçilik var, həm yazı var. Riyaziyyatda amma sırf yazıdır. İndi sən belə deyim də, sən bir dənə yazını bilmədiyin üçün coğrafiyadan heç nə yazanmayasan deyilən bir fikir səhvdir. Nəyə görə? Çünki coğrafiyada misal bölməsindən, yəni o tənasüb falandır, çətin deyil həqiqətən. Yəni riyaziyyat heç bilməyənlər belə gedib coğrafiyadan yəni 100 bal, 120 bal yaza bilir. Yəni bu çox rahatdır. Yəni maksimum 6 dənə sual düşə bilər riyaziyyat bölməsindən, tənasüb falan. Qalan hissəsi isə əsasən coğrafiyanın öz nəzəriyyəsinə əsasən düşür. Öz nəzəriyyəsinə əsasən deyəndə, yəni misal olmur da bu mənada demək istəyirəm. Mən narahat olma. Kim deyir ki, riyaziyyatı bilmirsənsə coğrafiya yaza bilməyəsən, səhvdir yəni sənə. Maksimum deyək ki, heç bilmirsən, tənasüb də qura bilməyəsən, heç nə. Onda yəni sən 100 bal yazasan, əgər o bizləri oxusan, oxumasan heç yazanmayasan. Daha sonra
Yazıb ki, 10-cu sinifəm, 9-dan 150 bal yığdım. Bu il nələr etməliyəm? Necə rejim qurmalıyam özümə? Coğrafiyadan hansı kitabı necə öyrənməliyəm? Aha. Deməli, 10-cu sinifsən, 9-dan da 150 bal yazıbsan. Mən 9-dan 128 bal yazdım. 11-dən 177,1 bal yazmışdım. Sən də nə etməlisən? Hansı rejim qurmalısan? Əvvəlcə blok və buraxılışı öz nəzərində ayıra bilməlisən. Yəni məsəl üçün buraxışam üstünlük verməliyəm, bloka mı? Bunu özün seçməlisən. Buraxışdan yaxşıyamsa, bloka üstünlük ver. Blokdan yaxşısansa, buraxışa üstünlük ver. Yəni bunu mən sənə deyə bilmərəm ki, buraxışın başını burax. Bəlkə sən blokun daha güclüdür buraxışın, onda buraxışın biraz başını buraxasan, məsəl üçün bloka üstünlük verəsən. Blok daha güclüdürsə, blokun başını biraz buraxasan, buraxışa üstünlük verəsən. Yəni bu cür olmalıdır. Başqa cür yolu yoxdur bunun. Coğrafiyadan hansı kitabdan öyrənsən, onu da buralara bir yerə qoyacağam. Kitabın üst şəklini ona baxarsınız. Unique marketing balı neçədir? 9-dan 177 yazmışam. Neçə bal yazmalıyam qəbul ola bilmək üçün? Deməli, marketingin balı Unique-də 376,1 baldır. Həmən bu balı toplaya bilməyiniz üçün 177 əgər 9-a yazıbsınızsa, qaldırma ehtimalı çox böyükdür. 200 falan yazarsınız da rahat. Yəni 11-ci sinifdə. Çünki buraxış 9-da nə yazsansa, əgər çalışırsansa, üstə durursansa, 11-də onun artığını yazırım ki, yəni yaza bilərsən, əgər çalışırsan da. Yəni rahat sən bir blokdan da 200 bal yazsan, onunla marketinqə girirsən. Amma qəşəng ixtisaslar var, başqa iqtisadiyyat, menecment, maliyyə, onlar çalışa bilərsən girmək üçün. Yazıblar coğrafiya hansı kitabdan oxuyum, onu da dediyim kimi buralara qoyacağam coğrafiya hansı kitabını oxumaq üçün. Mənim yazma surətim azdır, 2-ci qrupam, çalışaram 250 plus bal yığım, riyaziyyat yaxşıdır, coğrafiyada pis deyil, normaldır, sizcə bacara bilərəm. Bacara bilərsiniz, niyə bacarmırsınız ki? Yəni onda çətin bir şey yoxdur. Yəni coğrafiyanız normal, riyaziyyatınız da yaxşıdırsa, deyək 250 baldan lap 170 bal riyaziyyat yazdınız. Coğrafiyadan da məsəl üçün 150 baldan 100 bal yazdınız. Elə siz 250 bal plus yazmış olursunuz. O birisi fəndən də hərəsindən 50-50 bal yazsınız. Yəni sizə çox həqiqətən yaxşı təsir edəcək, amma çalışmaq lazım. Çalışmasan, yəni ancaq bu xəyalını qurmuş olarsan. Sonra başqa nə sual var burada? Riyaziyyat çox zəifdir. Coğrafiyada dərs oxuyuram, test yaza bilmirəm. O biriləri yaxşıdır, nəsə ola bilər məndən. Nəsə ola bilər, amma yəni elə də güclü nəticə gözləmə. Çünki riyaziyyat pisdirsə, bildiyimiz pisdirsə riyaziyyat, onda riyaziyyatdan əlini üzürsənsə, sən maksimum 250 baldan çalış ki, bir nə bilim 70 bal falan yaz. Yəni lap pis olanlar var, tanıyıram. O pis riyaziyyatdan 250 baldan 20 bal yazırlar. Amma çalışın ki, onu deyim, buraxılışlar 10 balı keçin riyaziyyatdan. 10 balı keçməsəz, biraz vəziyyətiniz çətin olacaq sizin üçün. Riyaziyyatdan buraxılışdan 10 balı keçmək lazımdır. Sonra nə dedi, burada davam elədi? Hə, dedik, coğrafiyadan deyə testləri yaza bilmirəm. Amma dərs iştirakım yaxşıdır. Aha. İştirakın yaxşısa, coğrafiyadan test yaza bilmirsənsə, yəni məncə çox test verildi, ona görə yaza bilmirsən böyük ehtimal. Sən çünki müəllimlərin özləri də həmişə çox yüklüyür. Ona görə belə elə də sən. Məsəl üçün müəllim deyək 100 dənə test verib, sən axırını az testin, məsəl üçün 100 dənədir. 100-ü aç işlə, 99 aç işlə, nə bilim 98-i, 97-ni, yəni geridən gəl. Bacardığın qədər oradan işləməyə çalış, oradan işləsən sən yəni əvvəl işləməyə ehtiyac qalmayacaq. Çünki axırdan suallar olsa qarışıq verilir, mövzular bir-birinə inteqrasiya olunmuş halda verilir. Ona görə onu yazsan, hər şey yazmış ola bilərsən. YouTube mövzu izahlarını istifadə edirdin. Coğrafiya və riyaziyyat nəzərdə tutun. Deməli, coğrafiyada mən YouTube mövzu izahlarına baxmırdım, amma Google-a girib Osman Eminov yazanda orada bizə təqdimat mövzuları var idi. Hansı ki, coğrafiyadan daha rahat bir şəkildə, şəkillər üzərində, yazı şəklində əsas qeydləri yazmışdı Osman Eminov. Ondan girib kanalına, daha doğrusu Google-da həmin açdığı linkə basaraq baxa bilərsiniz. Orada çox qəşəng izahlar verib, ona baxırdım mən. Riyaziyyatdan da Nicat Baxışzadənin imtahana bir həftə qalmış olan canlıları olurdu. Onlara baxırdım. Yəni 4 saat, 5 saat oturduğum canlıda yəni, baxırdım. Siz də baxsaz, məncə bacararsınız. 250 bal riyaziyyat verir ikinci qrupda, sual veribdi. Hə, 250 bal riyaziyyat verir ikinci qrupda. Dediyim kimi də, yəni 100 bal buraxılışdan verir, 150 bal da blokdan verir. O 250 bal verir. İngilis dilini necə rahat öyrənim? O mənə də sual altındadır. Görün ingilis nə rahat öyrənim. Yəni biraz məndə ingilis dili problemdir. Amma yəni məncə oxumaqdan başqa heç nə eləmək olmaz ingilislə. Ancaq sözləri açıb qoyuruq, qabağımıza öyrənirik. Bir də əgər hər hansısa bir sertifikat almağa hazırlaşırsansa, onda gündəlik özündən 2 dəqiqə falan ingilislə danışmalısan. Özünə mövzular seç, get ChatGPT-yə yaz ki, mənə gündəlik ingilislə danışa biləcəyim mövzular ver. O da sən məsəl üçün deyəcək ailən haqqında, məsəl üçün iş həyatın haqqında, günlük rutin haqqında sənə suallar verəcək. Sən də onları özün üçün 2 dəqiqə hazırla. Əgər müəyyən bir sertifikat almaq istəyirsənsə bu cür hazırlaş. Yox, əgər imtahana keçmək istəyirsə qrammatika onsuz da rahatdır. Yəni bir sözdən, S hərfindən, daha sonra artikellardan, bunlar əzbərləməli olan bir şeylərdir.
Mətnə görə də söz bacanı olmalıdır. Yəni bunu bu cür bilməlisən. Yoxsa yaza bilməyəsən ingilisdən heç nə. Mənim kimi qalasan ortada ingilisdən. Mən ingilisdən 35 bal yazmışdım. Nəsə belə uşaqlar, burada qəşəng suallar var idi. Hamısını cavablandırdıq. Dediyim kimi Instagramımı qoyacağam alta. İstəyənlər oradan da suallarını verə bilərlər. Bundan başqa da nə sualınız olsa yaza bilərsiniz. Hər birinizi cavablandıracağam. Uğurlar hər birinizə. İnşallah abituriyent həyatınızda uğurlar əldə edərsiniz. Həqiqətən istədiyiniz universitetə qəbul olmaq üçün istədiyiniz balı yaza bilərsiniz. Hər birinizə uğurlar arzulayıram. Hər birinizin şansı bol olsun.